Narkoz altında bir çoxlarınız ağrını hiss eləməsəz də, həkimlərin səsini, əməliyyat otağında baş verənləri eşidirsiniz. Bu, maraqlı və yeni bir araşdırmanın nəticələridir. Bu və digər maraqlı xəbərləri izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Saç telindən də nazik şokolad hazırlanıb. Bir ay ərzində 10.000 ədəd satılıb. Parkinson xəstələri daha rahat yeriyəcək yeni texnologiya. Dondurma anginaya səbəb olmur. Maraqlı faktlar. Anesteziya zamanı beyin tam dayanmır. Əməliyyat otağındakı səsləri eşitmək mümkündür. Gözdəki dəyişikliklər Alzheimerdən xəbər verir. Yeni araşdırma. Göz mərkəzi sinir sisteminin yeganə hissəsidir ki, invaziv üsulla yox, birbaşa ona baxmaq, görmək, orada gedən prosesləri izləmək mümkündür. Bəli, gözlərimiz mərkəzi sinir sisteminin bir parçasıdır və alimlər artıq göz vasitəsilə bir çox sinir xəstəliklərini öncədən müəyyən etməyə öyrənir. Təbii ki, süni intellekt vasitəsilə. Çox maraqlı və innovativ xəbərdir. Birlikdə baxaq. Gözdəki dəyişikliklər Alzheimerdən xəbər verir. Gözün tor qişasının müayinəsi gələcəkdə Alzheimer və digər neyrodegenerativ xəstəliklərin erkən aşkarlanmasına kömək edəcək. Alimlər müəyyən edib ki, torlu qişada baş verən struktur və damar dəyişiklikləri beyindəki patoloji proseslərlə paralel inkişaf edir. Mütəxəssislərin sözlərinə görə torlu qişa mərkəzi sinir sisteminin bir hissəsi hesab olunur və beynin yeganə hissəsidir ki, onu qeyri-invaziv üsullarla birbaşa müşahidə etmək mümkündür. Bu səbəbdən göz müayinələri beynin vəziyyəti haqqında mühüm məlumatlar verə bilər. Araşdırmalar göstərib ki, Alzheimer xəstəliyinin ilkin mərhələlərində tor qişada hüceyrə etkisi, toxuma nazilməsi və damar dəyişiklikləri meydana gəlir. Bu dəyişikliklərin aşkarlanması xəstəliyin simptomlarının ortaya çıxmazdan illər əvvəl müəyyən edilməsinə imkan yaradır. Alimlər hesab edir ki, süni intellektlə dəstəklənən müasir göz görüntüləmə texnologiyaları gələcəkdə demensiya, Parkinson xəstəliyi və digər beyin pozuntularının skrininqində mühüm rol oynayacaq. Parkinson xəstələrinə xoş xəbərim var. Əgər müxtəlif orqanlarınız sözünüzə baxmırsa, yeriyəndə ayaqlarınızda bir titrəmə varsa, əlləriniz əsirsə, o zaman diqqətlə baxın. Çünki internet vasitəsilə xüsusi çiplərlə Parkinson xəstələrinin hərəkət qabiliyyətini tənzimləmək mümkün olacaq. Bəli, bu da çox maraqlı və yeni bir xəbərdir. Baxaq. Parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün yeni nəticələr əldə olunub. Alimlər tərəfindən sınaqdan keçirilən adaptiv beyin stimulyasiyası texnologiyası xəstələrin yerimə qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Dərin beyin stimulyasiyası üsulundan fərqli olaraq yeni sistem beyin fəaliyyətini real vaxt rejimində izləyir və elektrik impulslarını xəstənin vəziyyətinə uyğun şəkildə tənzimləyir. Bu yanaşma hərəkət zamanı yaranan donma epizodlarını və tarazlıq problemlərini azaltmağa kömək edir. Tədqiqat zamanı adaptiv stimulyasiyanın Parkinson xəstələrində addımlarının daha sabit olmasına, yerimə sürətinin artmasına və hərəkət koordinasiyasının yaxşılaşmasına səbəb olduğunu müəyyən edib. Mütəxəssislər bildirib ki, texnologiya beynin verdiyi siqnallara uyğun işlədiyi üçün daha effektiv nəticələr əldə etmək mümkündür. Alimlərin fikrincə bu yenilik gələcəkdə Parkinson xəstələrinin həyat keyfiyyətini yüksəldə, gündəlik fəaliyyətlərini asanlaşdıra və xəstəliyin hərəkət pozuntuları ilə bağlı təsirlərini azaltmağa kömək edir. Narkozda əməliyyat otağında baş verənləri əslində eşidirikmiş. Bu barədə alimlərin yeni bir araşdırması var. Ağrını hiss eləməsə də bir sıra pasiyentlərin eşitmə qabiliyyəti tamamilə işlək vəziyyətdə qalırmış. Maraqlı və tibb dünyasında məncə kifayət qədər müzakirə olunacaq məsələdir. Anesteziya zamanı beyin tam dayanmır. Ümumi anesteziya zamanı insanın şüuru və ağrı hissi tamamilə söndürülsə də beyin fəaliyyətinin bütünlükdə dayanmadığı məlum olub. Mütəxəssislərin bildirdiyinə görə aparılan funksional maqnit rezonans tomoqrafiyası və elektroensefalografiya tədqiqatları göstərib ki, anesteziya altında olan şəxslərdə səs dalğaları eşitmə korteksinə qədər çatır və beyin bu məlumatları müəyyən səviyyədə emal etməyə davam edir. British Journal
Journal of Anesthesia'da dərc edilən araşdırmalar göstərib ki, xəstə dərin yuxuya bənzər vəziyyətdə olsa belə, eşitmə sistemi ətraf mühitdəki səsləri və danışılan sözləri neyron səviyyəsində qeydə ala bilir. Bununla belə bu məlumatların əksəriyyəti sonradan şüurlu şəkildə xatırlanmır. Mütəxəssislər qeyd edib ki, çox nadir hallarda anesteziya altında fərqindəlik adlanan hal baş verir. Bu zaman xəstə əməliyyat zamanı eşitdiyi bəzi səsləri və ya söhbətləri sonradan qismən xatırlaya bilir. Alimlər hesab edir ki, bu tapıntılar anesteziyanın beyin üzərindəki təsirlərini daha yaxşı anlamağa və əməliyyat təhlükəsizliyini artırmağa kömək edir. El dilində ona angina deyirik. Daha çox dondurmadan sonra yaranır. İndi gəlin baxaq, həqiqətən də dondurma yemək boğazda müxtəlif xəstəliklər yaradır, yoxsa bu xəstəliklərin kökü virusdur, dondurma boşuna ittiham olunur. İzləyək. Dondurma anginaya səbəb olmur. Yayın ən sevilən desertlərindən olan dondurma haqqında maraqlı məlumatlar açıqlanıb. Meyvəli buzun sağlam seçim olduğu düşüncəsi hər zaman doğru deyil. Tərkibində əsasən su və şəkər olan bu məhsul qanda qlükoza səviyyəsini sürətlə artırır və diabet riskini yüksəldir. Maraqlıdır ki, tərkibində yağ olan plombirin glisemik indeksi daha aşağıdır. Çünki yağ qlükozanın sorulmasına ləngidir deyə mütəxəssislər bildirib. Araşdırmalara görə insanların 30-40% dondurma yeyərkən alın nahiyəsində qəfil ağrı hiss edir. Bu soyuğun təsirindən damarların əvvəlcə daralması, sonra isə genişlənməsi ilə əlaqələndirilir. Həkimlər həmçinin qeyd edir ki, dondurma anginaya səbəb olmur. Çünki xəstəlik virus və ya bakteriyalar tərəfindən yaranır. Əksinə, dondurma ağrını azaltmağa kömək edir. Dondurma kalsium mənbəyi hesab olunsa da onun tərkibində xeyli şəkər və kalori var. Məsələn, 100 qram plombirdə orta hesabla 220-260 kalori və təxminən 4 çay qaşığı şəkər mövcuddur. Mütəxəssislər bildirirlər ki, dondurmanın müntəzəm və həddindən artıq istehlakı piyələnmə riskini yüksəldir. Dondurmadan heç də az seçilməyən, ilin bütün fəsillərində sevimli şirniyyatımız şokoladla bağlı maraqlı bir xəbərimiz var. Alimlər saç telindən də nazik bir şokolad kəşf ediblər və satışı dünyada rekord vurur. Üstəlik, sağlamlığa da ziyan vurmamağı haqqında xəbərlər yayılır. Baxaq görək bu saç telindən də nazik olan şokolad nə məsələdir? Saç telindən də nazik şokolad hazırlanıb. Yaponiyada istehsal olunan qeyri-adi şokolad qısa zamanda sosial şəbəkələrin fenomeninə çevrilib. Mat Bottega del Chocolato şirkətinin hazırladığı Cortex adlı məhsul dünyanın ən nazik şokoladı hesab olunur. Cəmi 3,3 mm qalınlığında olan bu şokolad insan saçından belə nazikdir və ağıza düşən kimi demək olar ki, dərhal əriyir. Şokoladın əsas xüsusiyyəti yalnız nazikliyi deyil, həm də qat-qat yerləşdirilmiş xam karamellə birlikdə təqdim etdiyi fərqli dad təcrübəsidir. Məhsul Tokionun məşhur Azabudai Hills kompleksində satışa çıxarıldıqdan sonra böyük maraq görüb. Şirkətin məlumatına görə cəmi bir ay ərzində 10.000 ədəd satılıb. X platformasında istifadəçilər onun həm dadını, həm də vizual görünüşünü tərifləyir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.